Azərbaycanlı həkim beynəlxalq konqresdə iştirak edib. Avropa Urologiya Cəmiyyətinin bu ilki konqresi İngiltərədə keçirilib. Uroloq-androloq uzman doktor Emin Məmmədov Londondakı tədbirdə mühazirəçi olmaq təklifi alıb. These results are consistent with outcomes reported in the International College Series. Bu il Londonda keçirilən Avropa Urologiya Konqresi üçün dəvət aldıq və materiallarımızı hazırladıq və konqresdə çıxışımızı elədik. Mövzumuz HOLEP idi, lazerlə prostat əməliyyatının ölkəmizdə tətbiqi və yetəri qədər 200-ə yaxın etdiyimiz əməliyyat sayının nəticələri, əməliyyat sonrası problemlər, fəsadlar necədir və ölkəmizdə bu artıq qızıl standart olaraq icra olunması haqqında danışdıq. Bu çıxışımız yaxşı bir rəy aldı və Allah'a şükür istədiyimiz kimi bir nəticə əldə etdik. Xatırladaq ki, Avropa Urologiya Cəmiyyəti uroloji sahədə sübuta əsaslanan qərarların qəbulu üçün təlimatlar, prostat, sidik kisəsi, böyrək xərçəngi, andrologiya və uşaq urologiyası kimi sahələri əhatə edən aparıcı beynəlxalq təşkilatdır. Avropa Urologiya Cəmiyyətinin əsas məqsədi urologiyanı beynəlxalq gündəmində saxlamaq və tibbi standartları yüksəltməkdir.